Hamıya salam, xoş gördük. Əslində, mən çox düşünürdüm ki, bu dəfəki çıxışımı nəyin ətrafında eləyim. Spikerlara, məndən öncə çıxış eləyən spikerlara öz dərin təşəkkürümü bildirirəm. Onların qeydləri mənim özüm üçün də çox maraqlı idi. İstəyirəm bir təcrübə ilə başlayaq sizinlə, bir fəaliyyət eləyəcəyik bərabər. Bilirəm ki, bu arada nahar fasiləsi və sizinlə aranızda olan yeganə maneə hal-hazırda mənəm. Ona görə çalışacağım ümumi çıxışımı tez bir şəkildə eləyim və sizin üçün də maraqlı eləyim onu. Amma ilk öncə xahiş eləyəcəm ki, siz gözlərinizi bağlayasınız. Ümumi bir kollektiv və ya individual deyim sizə fəaliyyət olacaq. Bir dəqiqə hardasa çəkəcək. Başlayaq. Təsəvvür eləyin ki, siz səhər tezdən oyanmışsınız, adi qaydada. Bugün işləriniz, gücləriniz var, durmuşsunuz, gündəlik rutinlarınızı eləyirsiniz, amma gedəcək bir yeriniz var, həmişəki qaydada hazırlaşırsınız. İkinci mərtəbədə yaşayırsınız bu arada, evi tərk edirsiniz, piyada şəkildə binadan çıxırsınız, avtomobiliniz var, yaxınlaşırsınız nəqliyyat vasitənizə, əyləşirsiniz, kəmərinizi əlbəttə ki, bağlayırsınız və yola düşürsünüz. Haradasa 15-20 dəqiqəlik yol gedirsiniz. Nəhayət, lazım olan məntəqəyə çatırsınız. Avtomobili tərk edirsiniz. Hava bu arada çox gözəldir, quşların səsi də gəlir. Və siz bir məkandasınız, bir auditoriyaya daxil olursunuz. Hələ buna bənzər bir auditoriya kimi bir şey təsəvvür eləyə bilərsiniz. Və baxırsınız ki, kimlər oturub? Oturan şəxslər sizin tanışlarınızdır, ailə üzvlərinizdir, yaxınlarınızdır. Bu, hələ oturacaqlar arasında olan koridorun arasından yavaş-yavaş gedirsiniz və birdən anlayırsınız ki, sizin daxil olduğunuz məkan, mərasim bu əslində bir yas mərasimidir. Yas mərasimi. Qarşınızda bir tabut durub, onu görürsünüz. Sürətlə gedirsiniz, baxarsınız ki, sizin bütün tanışlarınız buradadır, hamısı toplanıblar, bəs kimin yasına toplanıblar, yaxınlaşırsınız və görürsünüz ki, tabutda sizsiz. Tamamilə doğrudur. Amma çox maraqlıdır ki, tədbirin bir gündəliyi də var. Əslində 4 spiker çıxış eləyəcək orada. Çıxışçılardan biri sizin ən yaxın ailə üzvlərinizdən biridir. Çıxışçılardan ikincisi ən yaxın dostlarınızdan biridir. Üçüncü çıxışçı sizin işinizdən bir şəxsdir və dördüncü çıxışçı sizin özünüzü aid hiss elədiyiniz cəmiyyətin bir üzvüdür. Bu, tələbə təşkilatı ola bilər, bu, qadınlar birliyi ola bilər, bu, hər hansısa bir dini icma ola bilər. Həmən özünüzü aid hiss elədiyiniz icmanın bir üzvüdür. Gözlərini bağlayan şəxslər artıq aça bilər. Sual isə ondan ibarətdir ki, bu şəxslərin sizin haqqınızda nə deməsini siz istərdiniz həmən o mərasimdə. Hələ ki, bu suala cavab verməyə ehtiyac yoxdur. Bunu xahiş edirəm, ağlınızda tutasınız. Ümumiyyətlə, məni kolleqalar, təşkilatçılar çox təşəkkür edirəm dəvətləri üçün. Dəvət eləyəndə demişdilər ki, uğur hekayəniz barəsində bir təqdimat eləyin. Açığı, mən özümü uğur hekayəsi barədə danışacaq bir insan olaraq təsəvvür eləmirəm. Amma söhbət nədən gedir? Söhbət ondan gedir ki, mən haradasa 6 il bundan öncə bir şirkətə müraciət edib, ora təcrübəçi olaraq qatılmışdım. Yəni, bildiyimiz internship olaraq qatılmışdım. Hal-hazırda isə həmən şirkətdə ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə rəhbər vəzifəsində çalışıram. Ona görə kolleqaların verdiyi o sual, daha doğrusu məndən istədikləri rekomendasiya ki, burada bu qədər gənclər toplanacaq, onlara nə tövsiyə eləyərdin? Mən bir tövsiyə bura yazmışam, o tövsiyədə özünüzün ən effektiv versiyanızı yaratmaq tövsiyəsidir və bütün çıxışımı da bunun ətrafında qurmuş olacağım. Amma hələlik bir addım arxaya getmək istəyərdim. Özüm barədə çox qısa danışım. Mən çox belə imkanlı ailədən, anadan olmamışam açığı. Orta statistik bir Azərbaycanlı ailəsi düşünə bilərsiniz. 23 nömrəli məktəbi bitirmişəm. Daha sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxumuşam. Qərar verəndə ki, hansı fakültəyə istəyirəm, öz fikrim, valideynlərimin fikri ilə yanaşı, eyni zamanda ödənişsiz təhsil almaq
mövqeyi də mənim qərarıma təsir göstərmişdi və nəticə etibarı ilə ərəb ölkələri üzrə regionşünaslıq, şərqşünaslıq fakültəsində 4 il oxumuşam. Bu arada məndən soruşsaz ki, ərəb dilində danışa bilirsən, yoxsa yox, mən sizə cavab olaraq deyərəm ki, ətəkəlləmu fi həzihil lüğəti qalilən fəqət və ləkin uridu uflihə fihə. O ümidlə ki, bu auditoriyada məndən başqa ərəb dilində danışan yoxdur. Çünki zarafatı bir kənara qoysaq, ərəb dilində əslində bacarıqlarım o qədər də yüksək deyil. Universitetə qəbul oldum. Daha sonra 4 il ərzində orada oxudum. Əlaçı təqaüdü mənə lazım idi. Ona görə kifayət qədər çətin bir oxuma müddəti deyə bilərsiniz. Səhər 4-də budilniklər qoymaq, oxumaq, daim gedib apellyasiyalar eləmək, o 1 balın söhbətini aparmaq tipli tələbə ağlınızda varsa, bilin ki, mən həmən tipli bir tələbədən olmuşam. Və nəticə etibarı ilə Bakı Dövlət Universitetini qırmızı diplomla bitirə bilmişəm. Daha sonra ADA Universitetində magistraturaya başlamışam. ADA Universitetində bu arada magistraturada o zamanlar ən azından ödənişsiz təhsil opsiyası yox idi. Amma tələbələr üçün belə bir imkan yaradılırdı ki, əgər qiymətlər yüksək idisə, o zaman ödənişin müəyyən bir hissəsindən azad olunmaq ehtimalı var idi. Nəticə etibarı ilə mən bir neçə dəfə rektorun, dekanın siyahısına düşərək ödəniş eləyəcəyim ümumi bilmirəm, məbləği səsləndirməliyəm yoxsa yox, amma onun 50%-dən artıq azad olma imkanım olmuşdu. Niyə görə mən sizə bunları danışdım, yoldaşlar? Çünki birincisi, əlbəttə ki, özümü tərifləmək istəyirdim. Amma ikincisi, düşünürəm ki, həmən müddətdə mən özüm də bilməyərək özümün ən effektiv versiyamı yaratmışdım. Necə eləmişdim bunu, necə gəlmişdim? Həmən dönəmdə əlbəttə ki, bir gənc olaraq mən bunu bilmirdim. Amma kitabları hamımız oxuyuruq, videoları hamımız izləyirik, maarifləndirici və indi bir neçə amili mən bağlaya bilirəm həmən situasiyalara və onları istəyərdim ki, sizinlə əslində paylaşım. Qayda 1, mən çox şadam bu arada, bugün çıxış edən 3 spikerin hər biri birbaşa və ya dolayısı yolla bunu vurğuladı. Qayda 1 ondan ibarətdir ki, biz düşüncə tərzimizi dəyişməliyik. Deməli, Carol Dweck adlı bir qadın var, yazardı. Onun Mindset adlı bir kitabı var və bu kitaba əsasən bütün insanların düşüncə tərzi 2 kateqoriyaya bölünür. Bu, qapalı düşüncə tərzli olan şəxslərdir və inkişaf yönümlü olan şəxslərdir. Qapalı düşüncə tərzinə sahib olan şəxslər düşünürlər ki, hesab eləyirlər ki, onların bilik, bacarıqları, qabiliyyətləri anadan gələndə onlara təqdim olunub və budur. Yəni, bu statik bir məhfumdur, dinamik bir şey deyil. Amma inkişaf yönümlü olan şəxslər isə düşünürlər ki, yox, biz öz üzərimizdə çalışaraq bilik, bacarıq, qabiliyyətlərimizi dəyişdirə bilərik. Və ən əsas fərq də, yenə də digər spikerlərin də qeyd elədiyi kimi, onların uğursuzluğa olan münasibətidir. Çünki qapalı düşüncə tərzli olan şəxslər öz uğursuzluqlarında o bilik, bacarıq məhdudiyyətini, ailələrini, qonşularını, ölkəni, sistemi, hamını günahlandırırlar, amma öz hərəkətsizliklərini günahlandırmırlar. O zaman ki, digər kateqoriyadan olan şəxslər, onlar bütün uğursuzluqları inkişaf üçün bir fürsət kimi dəyərləndirirlər. Odur ki, əgər biz öz ən uğurlu versiyamızı, ən effektiv versiyamızı yaratmaq istəyiriksə, biz ilk öncə öz düşüncə tərzimizi dəyişməliyik. İkinci, ideal sonluğun öncədən formalaşdırılması. Çıxışın əvvəlində sizinlə bir təcrübə bir yerdə keçirdik. Əslində bu eksperimentin müəllifi mən deyiləm. Eksperimentin müəllifi Stephen Covey adlı bir şəxsdir. Hansı ki bir əsər yazıb, özümə mənim şəxsən çox ciddi təsir göstərən bir əsərdir. Adı isə Effektiv İnsanların 7 vərdişi. Adından da bəlli olduğu kimi, effektiv olmağa 7 məsləhət verir Stephen Covey və onlardan biri də ondan ibarətdir ki, siz həyatınızın istənilən mərhələsində gərək həyatınızın ən son anını düşünəsiniz və həmən son an, ideal sonluq sizin üçün nədirsə, onu düşünüb, onun qərarını verib, bütün ömrünüz boyu onun istiqamətində getməlisiniz. Belə olan halda sizin hətta gündəlik qərar vermə prosesləriniz də daha
daha da asanlaşacaq. Qayda nömrə 3 ondan ibarətdir ki, biz düzgün prioritetləşdirmə etməliyik. Burada da mən istinadı Stephen Covey'ə verirəm. Əslində, əgər Stephen Covey'ə biz inansaq, insanların bütün fəaliyyətləri təcililik və önəmlilik, əhəmiyyət baxımından kateqorizasiya edilə bilər və nəticədə qarşınızda belə bir chart olmalıdır əslində. Yəni, bəzi fəaliyyətlərimiz həm təcilidir, həm önəmlidir. Digər fəaliyyətlərimiz təcilidir, amma o qədər də əhəmiyyəti yoxdur. Fəaliyyətlərimiz var ki, nə təcilidir, nə önəmlidir və elə fəaliyyətlərimiz var ki, təcili deyil, amma önəmlidir. Stephen Covey'ə əgər biz istinad ediriksə, o bizə deyir ki, təcili olmayan, amma əhəmiyyətli olan fəaliyyətlərə biz zamanımızın daha çox vaxtını ayırmalıyıq. Çünki məhz bu fəaliyyətlər bizi bundan öncəki vərdişdə danışdığımız ideal sonluğa aparan fəaliyyətlərdir. Burada istəyirəm sizinlə biz bərabər bir dənə riyaziyyat həyata keçirək. Necə eləyəcəyik bunu? Normalda insanın belə rekomendasiya olunan yuxuya ayıracaq vaxtı bu 8 saatdır. Bu arada bu 24 saatın təqribi 33% etmiş olur. Yəni, il ərzində 4 ayı biz yatmağa xərcləyirik. Əgər biz orta statistik insanın ömrünü 80 il kimi müəyyənləşdirsək, 80 il ərzində insan öz ömrünün 26 ilini yatmağa xərcləyir. 80 ilin 26 ili artıq əlimizdən getdi. Amma elə insanlar var bu arada, hansılar ki, daha çox yatırlar, hansılar ki, daha az yatır. Məsələn, deyirlər, Einstein 10 saat yatıb gün ərzində. Amma, məsələn, Tim Cook və ya Elon Musk bunlar 6 saat yatıblar. Bir dənə də riyaziyyat eləyək sizinlə. Əgər 8 saatdan 1 saatı biz hər gün götürmüş olsaq, yəni 8 saat deyil də 7 saat yatmış olsaq, 80 illik ömür ərzində bu 3 il qənaət eləmək deməkdir. Yəni, siz öz digər rəqib deyə bilərəm, tanışlarınız, dostlarınız, onlar da deyə bilərsiniz, onlardan artıq 3 il qabaqda olmuş olacaqsınız. Bu vaxtı 2 saat eləsəz, bu artıq 6 il eləmiş olacaq. Eyni şey bizim skrin arxasında keçirdiyimiz zamana da aiddir. Ortalamada bir insan gün ərzində təqribi iş skrinini mən saymıram bu arada. Sırf sosial media, televizor, bu kimi skrinlardan söhbət gedir. Onların arxasında 4 saat vaxt keçirir. Bu 80 il ərzində yoldaşlar 13 saat deməkdir, 13 il deməkdir. 13 il biz həsr eləyirik skrin arxasında keçirməyə. İndi təsəvvür edin ki, o 4 saatın 1 saatını biz ya ləğv eləyirik, ya da əksinə inkişaf yönümlü bir kontentla əvəzləşdiririk. Belə olan təqdirdə biz yenə də 1 saat elədikdə 3 il, 2 saat elədikdə 6 il qabağa düşmüş ola bilərik. Ona görə hamımızın 24 saatı var, amma bu 24 saatı necə istifadə eləyəcək, bu bizim özümüzdən asılıdır. Və nəhayət, burada qeyd eləyəcəyim 4-cü məqam, bu düzgün insanlarla əhatə olunmaq qaydasıdır. Biz nə desək də, necə eləsək də, bizim əhatəmiz, ətraf mühitimiz, ətrafımızda olan insanlar bizə birbaşa olaraq təsir göstərirlər. Hətta belə bir deyim var ki, yenə riyaziyyat eləyəcəm sizinlə. Əslində, məktəb vaxtı ən sevdiyim fən riyaziyyat olub, amma bakalavr vaxtı riyazi fənnim olmayıb. İndi maksimum çalışıram, faydalanım bu riyazi təvəzzükərcəsinə biliklərimdən. Amma belə bir deyim var ki, bir insan özünü əhatə eləyən 5 nəfərin ortalamasıdır. Bu nə deməkdir? Bu o deməkdir ki, əgər 5 nəfər sizin yaxınınızda olan şəxslər zehni baxımından, mental durum baxımından, ağıl, savad baxımından yüksək göstəriciyə malik şəxslərdirsə, siz də onların ortalaması olaraq yüksək göstəriciyə malik olacaqsınız. Yox, əgər sizdən daha aşağı göstəriciyə malikdirlərsə, onlar sizi aşağıya dartmış olacaqlar. Ona görə hər birinizə tövsiyə eləyirəm ki, öz əhatənizi gözdən, nəzərdən keçirəsiniz. Məncə, vermək istədiyim əsas mesajlar bu idi. Yəni, çalışın özünüzün ən effektiv formanızı, versiyanızı formalaşdırasınız və onu da ağlınızda tutun ki, yoldaşlar, əgər dünyanı dəyişmək istəyirsinizsə, ilk öncə özünüzdən başlayın. Bu qədər, təşəkkür ederim.